Əgər göz yaşı kimi şəffaf, dadlı, ləzzətli, ətirli, həm də ən asan üsulla kompot hazırlamaq istəyirsinizsə, buyurun videonun sona qədər izləyin. Mən bu gün gavalı kompot hazırlayıram. Meyvələri bol suda yaxşı yuduqdan sonra istifadə edəcəyim bankaları da sodalı suda yaxşı yuduqdan sonra artıq kompotu hazırlaya bilərik. Həm sarı, həm qırmızı gavalını gördüyünüz formada çöplə deşləhdikdən sonra bankaya əlavə edirik. Bu zaman meyvə şirəsini, rəngini, dadını kompota daha yaxşı verir və ya doğradıqdan sonra da kompotda istifadə edə bilərsiniz. Hər bir bankaya təxminən 7-8 ədəd meyvə əlavə etdim. Üzərindən 200 qramlıq stəkan ölçüsülə 1 litrlik bankalara şəkər tozu əlavə etdim. Məndə meyvə bir qədər turş olduğundan 1 stəkan şəkər tozu istifadə etdim. Əgər sizdə meyvə yetər qədər şirindirsə, stəkanın başı 2 və ya 3 barmaq əskic şəkər tozu əlavə edə bilərsiniz və dərhal çaynikdən qaynar hər bir bankaya su əlavə edib qapağını möhkəm bağlayırıq. Mən bu gün kompotları qaynatmadan hazırlayıram. Çox zaman kompotu qaynatmayıb hazırladıqda xarab olmasından şikayətlənirlər. Əgər banka təmiz olarsa, qapağı möhkəm və yaxşı bağlanarsa, o zaman əsla hazırlamış olduğunuz kompotlar xarab olmaz. Əgər siz də belə asan üsulla qaynatmadan kompot hazırlamaq istəyirsinizsə, deyilən bütün nüanslara düzgün riayət etsəniz, inanın sizin də kompotunuz hədsiz gözəl, ləzzətli alınacaq. Qapağını yaxşı bağladıqdan, əmin olduqdan sonra bankanı əlinizdə bir neçə dəfə yuvarladıqdan sonra tərs çevirin. 2-3 dəqiqə gözlətdikdən sonra istadiyal arasında bir gün müddətində gözlədirik. 1-2 dəqiqə gözləməsinə baxmayaraq gördüyünüz kimi artıq meyvə rəngini kompota verməyə başlayıbdı. Üzərini bağladıqdan sonra bir gün gözlətdim, artıq ertəsi gündür. Qaynatmadan ətirli, dadlı, göz yaşı kimi təmiz kompotlar hazırdır. Adətən kompotu qaynatdıqda meyvənin məti kompotun içərisinə dağılır və bu qədər gözəl görüntü alınmır. Əgər sizin də kompotlarınızın həm ləzzətli, həm asan, həm də belə gözəl görünməsini istəyirsinizsə, sizlər də bu üsuldan istifadə edərək qışa öz tədarükünüzü görə bilərsiniz. Bu günlük bu qədər, hələlik.